Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. Nəsə sakitçilik idim. Bizim baş şovmen nəsə yeni bir şey fikirləşməyib. Yaxın günlərdə yəqin ki, yeni bir eksperimentin adını çəkəcək. Və yenə də bir həftə, 10 gün gündəmi təhsil sistemində baş verən problemlərdən yönəldəcək. Amma dünən Salyan rayonunda bir hadisə baş verdi. Mənim özüm üçün də maraqlı idi ki, bu pelet peçi nədir? Niyə bu tüstülənmədən uşaqlar zəhərlənib? Əslində də çox da böyük hadisə olmayıb. Biraz da panikaya düşüblər. Pelet peçləri bunlar bu ildən verilib, yeni layihədir. Və pelet peçlərinin üstünlüyü nədir? Bu pelet peçləri təmir olunmayan məktəblərdə quraşdırılıb və odunu əvəz eləyir. Bilirsiniz ki, bizdə məktəblərimiz 3 formada qızdırılır, hətta 4 formada. Biri mərkəzləşdirilmiş istilik sistemidir. Hansı ki, burada şəhər yerlərində mərkəzi qazanxana, deyək ki, yaşayış massivində mərkəzi qazanxanalara birləşdirilən istilik sistemidir. Bu çox az sayda məktəbdədir. Azər istilik onların istiliyini verir. İkinci, məktəblərin özlərinin fərdi qazanxanasıdır. Buna mərkəzi istilik sistemi olan məktəblər deyirlər. Qazanxana məktəbin özündə quraşdırılır. Üçüncü, odunla qızdırılan məktəblərdir. Bunlar əsasən təmir olunmayan dağlıq və dağ ətəyi bölgələrdə olan məktəblər, bəzən ara məktəblərində də var. Və dördüncü də bu bizim modul tipli məktəblərdə kombi sistemidir, elektriklə qızdırılır. Amma kombi sistemidir. Və təmir olunmayan məktəblərdə odunu əvəz etmək üçün, yəni belə deyək, pelet peçlərdən istifadə olmağa başlayıb bu il. Və özü də çox qazanclı bir layihədir. Pelet peçlərinin quraşdırılması avadanlıq peçdən qat-qat baha başa gəlir. Amma oduna nisbətdə belə deyək də daha faydalıdır. Çünki istənilən odun məmulatlarını belə deyək, onu peletə çevirirlər. Sıxlaşdırılmış kömür deyil, sıxlaşdırılmış yanacaqdır. Bu kimi peçlərin verilməsi üçün hökmən həmin peçlər qoymuş məktəblərdə texniki işçilər məlumatlandırılmalı idi. Bunun mənfi cəhətləri nədir bu pelet peçlərinin? Onun baca dediyimiz tüstü hissəsi, əvvəla külü çox olur və baca dediyimiz hissəsi hər gün təmizlənməlidir. İndi ölkədə neçə məktəb odunla qızdırılırdı və neçə məktəbdə pelet peçlər qurulub, onu deyəmərəm, amma %100 dəqiq əminəm ki, həmin pelet peçləri ilə bağlı texniki işçilər məlumatlandırılmayıb. Çünki pelet peçlərdə əsas şərtlərdən biri də, indi onun bahalığı ilə işimiz yox, nə qədər oradan pul qazanıblar, pelet peçlərini neçəyə sənədləşdirib o məktəblərdə qoyublar, onunla işimiz yox. Əsas məsələ odur ki, yaxşı fikirdir, ağıllı fikirdir, ekoloji cəhətdən nisbətən daha təmiz bir layihədir. Amma reallıq odur ki, orada texniki işçilər hökmən məlumatlandırılmalı idi. Pelet peçlərin qoyulduğu sinifdə və yaxud da otaqda, məktəbdə bu belə deyək, kül hər gün təmizlənməlidir. Hətta bir neçə saatdan bir təmizlənməlidir və bir də hər gün onun bacası təmizlənməlidir. Çünki həddən artıq tüstü verdiyi üçün o baca tutula bilir. Eyni zamanda o pelet oduncağını quru yerdə saxlamaq lazımdır. O nəmə həssas olduğu üçün bizim apilkanın sıxlaşdırılmış formasıdır da, belə deyək, əgər düzgün ifadə eləyə bildimsə. Və dünənki hadisədə şükür Allah salamatçılığı olub. Eyni zamanda pelet peçlərinin qoyulduğu digər məktəblər üçün də bu siqnallardır. Həmin məktəblərin rəhbərləri birinci növbədə pelet peçlərindən istifadə qaydalarına bağlı bütün texniki işçiləri məlumatlandırmalıdırlar.
əsas şərtdir. Gündə bir dəfə, bəzən lazım olarsa 2 dəfə onun külü təmizlənməlidir. Daha sonra isə hər gün dərsdən sonra, tədris bitəndən sonra hər bir pelet peçinin bacası təmizlənməlidir. Yoxsa şükür Allah, dünənki hadisədə tələfat olmadı. Amma bu texniki şərtlərə riayət edilməsə, Allah korusun, hadisələr ola bilər. Ona görə də regional təhsil idarələrinin rəhbərləri, məsləhətçiləri, məktəb direktorlarına bu tapşırığı verməlidirlər. Eyni zamanda məktəb direktorları özləri də bilməlidirlər ki, dünənki hadisə bir siqnal idi. Pelet oduncağını quru yerdə saxlamaq lazımdır, nəm götürməsin. İkinci bir tərəf isə texniki işçilər, dediyim o, bir neçə şərti tam yerinə yetirsin. Bizdə gözləyək nə baş verir. Və məktəbşünaslığı öyrənmək istəyənlər üçün bizim dekabr qruplarımıza qeydiyyat davam edir. Əlaqə nömrəmi bilirsiniz. 050 672 59 11. Əlaqə saxlaya bilərsiniz. Yaxın günlərdə, belə deyək, növbəti həftədən dekabr qruplarında məktəb işi ilə bağlı, məktəbin idarə edilməsinə bağlı tənzimləyici hüquqi normativ sənədlər, yəni birbaşa məktəb işində lazım olan sənədlər, hal-hazırda işləyən direktorlar üçün, direktor müavinləri üçün, gələcəkdə direktor müavini işlənmək istəyənlər üçün olan dərslərdir. Eyni zamanda praktik dərslərdir. Hər iki dərsdən bir sual-cavab dərsləri olur. Açıq tipli suallar, testlər göndərilir qrupa. Daha sonra sənədləşmə ilə bağlı ev tapşırıqları verilir. Düşünürəm ki, hər birinizə yararlı olacaq. Bizim məktəbin idarə edilməsinə əsas istiqamətləri kitabın birinci hissəsi artıq hazırdır, mətbəədə yığılır və dediyimiz kimi 21 dekabrda olan demək tədbirdə təqdimat mərasimi olacaq və tədbirdə iştirak edənlərə hədiyyə olaraq veriləcək və həmin tədbirdə iştirak etmək istəyənlər, o cümlədən kitabı əldə etmək istəyənlər 055 296 92 61 nömrəsi ilə əlaqə saxlaya bilər. Uğurlar arzulayıram hər birinizə. Xoş həftə sonu arzulayıram və hər şey dövlətimiz üçün, təhsilimiz üçün daha yaxşı olsun. Uğurlar. Videonu bəyənib paylaşmağı unutmayın. Məktəblərinizdə baş verən negativ hallar, regionlarda baş verən negativ halları rəy bölməsində yazın. Videoları ona görə dəstəkləyin ki, yəni sizin videoları paylaşmağınız, bəyənməyiniz, rəy yazmağınız daha çox müəllimlərə gedib çıxır və bu da baş verənlərdən daha çox insanların maariflənməsinə səbəb olur. O da videolarımıza dəstək olun. Uğurlar arzulayıram hər birinizə.